Hər vaxtınız xeyirli, uğurlu olsun. İdeyadan Uğur adlı podkastımızda sizi xoş gördük. Verilişimizin baş sponsoru Cibaru platformasıdır. Bunu xəyal edən sahibkarların xəyallarını Gibaro.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analogu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik. Qonağımız Gülüm Qrup Dekorasiya şirkətinin təsisçisi Gülüm Namazəliyevadır. Xoş gəlmisiniz Gülüm xanım. Çox sağ olun, təşəkkür edirəm dəvətiniz üçün. Necəsiz? Təşəkkürlər. Mən də təşəkkür edirəm ki, dəvətimizi qəbul etdiniz. Çox sağ olun. Baxın, gəlin başlayaq. Gülüm Namazəliyeva kimdir? Gülüm Namazəliyeva sadə və eyni zamanda da öz arzularını həyata keçirən bir xanımdır deyərdim. 35 yaşım var. 10 ildir artıq dekorasiya şirkətinin təsisçisiyəm. Eyni zamanda da direktoruyam. Həm də belə deyim də işçisiyəm. Çünki özüm yaradıram, özüm təqdim edirəm. Bu 10 il ərzində hansı yolları qət eləmişəmsə desəm, məncə qarşı tərəfdəkilər mənə desin ki, Gülüm xanım kimdir? Onda başlayaq maraqlı diskussiyamıza. Gülüm xanım, bu ideya necə yarandı? Mən belə deyim də 17 il bundan əvvəl dekorativ tətbiqi sənətlə məşğul olmuşam. Əl işləri, xurcunlar, rəsmlərlə başlamışam. Bir çox əşyaların üzərində öz motivləri olaraq əks etdirmişəm və sərgi və festivallarda iştirak edirdim. Artıq bu işlə məşğul olduğum üçün bu ideyada onun növbənöv arxasınca davamiyyətini gətirdi. Düzü mən iqtisadiyyatçıyam. Yəni tamam bir başqa peşəyə yiyələnmişəm. Təhsilim o üzrədir. Bir yox, 2 təhsildir hətta. Amma zaman elə gətirdi ki, insanın o uşaqlıqdan olan ruhunda olan nə varsa, o bir müddətdən sonra üzə çıxır. Ya onu bastırırlar, ya da sən onunla mübarizə aparırsan. Mən isə belə deyim də, uşaqlıq illərindən əl işlərinə məşğul olsam da, 25 yaşımda mən o arzularımın gerçəkləşdirilməsi üçün mübarizə apardım. Nə qədər buna qarşı tərəf durulsa da, dayanılsa da, icazə verilməsə ilk növbədə ailə. Təbii ki, İcazə vermirdilər valideynləriniz. Yox, bizim ailədə belə deyim də, hər kəs iqtisadçıdır. Mən özüm zəli ailədə doğulmuşam. Atam da, babalarım da hamısı iqtisadi üzrə təhsili olublar. O üzrə öz fəaliyyətlərini göstəriblər. Allah onları cənnətə qovuşdursun, rəhmət eləsin. Həyatdan köçüblər. Həyatda olan zamanda mən onlarla mübarizə apardım. Bugün də 10 ildirsə artıq bu işdə olmağımın səbəbi o inadkarlığım oldu. Qarşıma qoyulan maneələrə qarşı səbrim və dözümümlə bu yerə gəldim, çatdım. Düşünürəm də ki, bu yerdə olmağım mənə peşmançılıqmı verib? Xeyr, heç bir zaman. Nə qədər maneələr olsa da, nə qədər çalışdığım günlərdə əziyyətlər görsəm də, düşünürəm ki, yəni o mənə mane olmayacaq. Biri var ki, sənət görülür. İnsan özünə sənət seçəndə, məsəl üçün və yaxud da həkim ola bilərsən, müəllim ola bilərsən, biri sevə bilər səni, biri sevməyə bilər. Ancaq sonluğu da halallıq sözü olanda o daha gözəl bir şey olurdu. Ondan o tərəfəsi nə ola bilər ki, halal qazanc, keçmişdə qarşımda dayanan o maneələri görəndə və bugünkü o uğurlarımı görəndə deyirəm ki, nə yaxşıdır ki, buradayam. Çünki qadın olaraq bu cəmiyyətdə özünüz bilirsiniz ki, ayaqları üzərində durmaq çox çətindir. Hələ ki, bir çox insanlarla mübarizə aparırsan. Bəzən olur ki, problemli müştəri olur. Onlarla tab gətirib bugünə gəlib çıxıramsa, deməli, hardasa bacarmışam. Siz necə tab gətirirsiniz Gülüm xanımla? Əslində mən səbirliyəmmi desəm, düzgün bilmirəm. Heç bunu bəzən deyirlər səbirsizsən, bəzən deyirəm səbirliyəm. Səbirliyəm ki, onların istəklərinin hər bir nöqtəsini yerinə yetirirəm. Demək bu səbirdir. Bəzən də olur ki, özümdən çıxıram, aqressivləşirəm, tab gətirmirəm, vururam, sındıram, qışqırıram. Məncə bunu şahidi olan o insanlar olubdu. Bir də məqsədim var.
Çünki mən əvvəl ilklərdə nəyisə sübut eləməyə çalışırdım özümü. Kiməsə, ailəmə, ətrafımdakı mən bunu bacaracağam, bunu sübut eləmək istirdim, bunu etiraf edirəm. Amma artıq indi yox. İndi yalnız özümə görədir. Özümü sevdiyimə görə, işimi sevdiyimə görə. Son bunu ən çox da bilirsiniz hansı zamanda? Bu pandemiya zamanında xəstəliklərin olan zaman, hamı qorxub evinə çəkilib oturduğu, qısıldığı vaxtda mənim deyə bilərdim ki, parlamaq hissəm oradan başladı ən çox. Maraqlıdır. 2015-ci ildən mən bu fəaliyyətə başlamışam. Pandemiyada da bizdə 5 ilim tamam olmuşdu. Bəli. Zaten biznesdə belə bir qanun var ki, insan ya 3 il ya da 5 ildən sonra artıq qərar verir ki, bunu yönləndirə biləcəkmi, sonuna gedə biləcəkmi? Və mən 5-ci ilimi pandemiya dövrünə saldım. İnanırsınız ki, nə maska taxdım, qanunları poza-poza sevdiyim işi elədim. Və mənim həqiqətən də parladığım zaman o dövrdə oldu. Ən çox tanındığım zaman oldu. Ən çox pulumu qazandığım dövr oldu. Hər kəs qapanıq bir yerlərdə belə işlər görürdü. Mən orada başladım. Onda bildim ki, yəni insan sağlamlığını da düşünməlidir. Amma yuxusuz gecələrimiz oldu. Gecə vaxtı işlədiyimiz yay dövrünə düşdü. Birinci pandemiyanın başlanğıcı mart ayından başlamışdı da. Mən təsəvvür edin ki, özdə o yaşda da mən belə deyim də 30 yaşımı edirdim. O yaşda da qadınların bir dənə bir şey var. 30 yaşdan sonrasınsa sən artıq özünsən. Özünü düşünürsən. Bir çevriliş başlayır səndə. Bir başqa düşüncələrin olur. Artıq uşaqlıq yaşlarına, uşaqlıq dövrün içində qalsa da, ruhun uşaq olsa da, amma yaşın, həyat təcrübən, ətrafın sənə artıq öz sözünü deməyə başlayır və sən artıq bir özgüvənlik daha da əldə edirsən. Və o iş ərəfələrində də məndə bir əlimin qazancı, hörmət, istək, artıq özgüvən o qədər var idi ki, mən onda anladım ki, mən həqiqətən də işimi sevirmişəm. Çünki o zamanlarda axı problemlər daha çox idi. Bəli. Çətinliklər daha çox idi. Onda başa düşdüm ki, mən bu işdə varam və bu işi davam etməliyəm. Nə maneələr olur olsun, nə qarşıma çıxan problemlər olur olsun, bunu atlatmağı bacarmalıyam. Yəqin ki də bacarmışam, bilmirəm hələ onu. Tam özümə sualı da verməyə qorxuram bəzən. Çünki hər bir xoş günün arxasında pis gün olur, pis günün arxasında xoş gün olur. Bu addımlayaraq yaşanılırdı bu şeylər. Və mən yəqin ki çətinliklərə hazır bir xanımam artıq. Bunu hiss edirəm. İnşallah həyatınız gözəl olar. İnşallah. O çətinliklərlə üzləşmərsiniz. Amma sizin müştərilərlə olan belə deyim də, yəni əməkdaşlığınızdan sual vermək istəyirəm. Bəzən gətirirlər, şəkil göstərirlər sizə. Aha. Mən buna əminəm, çünki xidmət sahəsində çalışdığım üçün bunlarla tez-tez üzləşirəm. Bax, şəkil göstərirlər, deyirlər ki, bunun eynisini hazırla. Aha. Gülüm xanım onu hazırlayır. Tədbir başlayır və sifarişçi içəri daxil olur, deyir ki, yox, mən bunu istəmirdim. Şəkildə çünki tamam fərqli görsənə bilər, amma həyatda düzdə eynisini yaratmağa, düzəltməyə çalışsaz da, rənglər olaraqmı deyim, şəkildə məsələn effekt verilir, rəng fərqli olur. Düzdür. O an sizin müştərilərlə aranızdakı bəlli bir konflikt yaranır da, çox güman ki bir narazıçılıq olur. Düzdür. Onda siz onu o xas necə idarə edirsiniz? Belə deyim də, bu anda mən onu elə deyirəm. Bax, bu proseslərdə mən öz səbrimin olduğuna inanıram. Çünki o qədər proseslər olur ki, orada mən onları dözürəm də, onların dediklərinə. Onu da bilirəm ki, mən səbirliyəm. Nə desələr də dözürəm. Yox, müştəri daima haqlıdır deyə bir termin olsa da, amma xeyr, elə deyil də. Yəni o müəyyən şey. Mən düşünürəm ki, əvvəllər mən tez özümdən çıxırdım, tez bacarmırdım, ağlayırdım sonda, falan elirdim. Yəni nəsələr də olurdu, müştərini izah elə. Amma son dönəmlərdə bir 5 il bu dayansam, mən artıq yola A planını çıxmıram. B planından da çıxıram. Çünki mənə məsəl üçün göstərilir adətən xarici bir səhifədən işlər və yaxud da nəsə, mən öncədən izah edirəm, məkanı soruşuram, hardadır və öncədən izah edirəm ki, fona görə diqqət edin. Sizdə məsəl üçün açıq havadadır şəkildə, amma biz qapalı yerdə eləyəcəyik. Eyni görünüş olmaya bilər. Fotoqraflardan da çox şey asılıdır. Çəkiliş zamanı hansı rakusdan götürüb çəkəcək, onu hansı formada çəkəcək. Bəzən olur ki, bir dekorasiya istəyirlər məndən, deyirəm ki, baxın, bu fon şəklidir.
deyil. Bunu daha çox model, manekenlərin şəkilləri çəkmək üçün Bəli. bir hansısa reklam təqdimatlı olaraq bu fon üçündür. Bu dekorasiya üçündür. Zala daxil olanda bu dekor kimi görsənməyəcək. Məni seçmisinizsə mən deyirəm dizayner olaraq mənim məsləhətlərimə qulaq asın. Təbii ki, sizin istəkləriniz önəmlidir. İstəklərinizi nəzərə alırıq. Amma düşünün ki, bunları mən edirəmsə, mən bu arxa planı mən daha yaxşı görürəm deyə. Ona görə mənə icazə verin. Yəni bəzən olur, istədikləri olmur, çünki o da qərarsız müştərilər olur. İzah eləsən də mümkün deyil, başa düşmürlər. O halda bir variant var. Ya onların istədiyi kimi gətirib müəyyən qədər çatdırırıq. Mən Bəli. özüm bəyənməsəm də onların istəyinə görə məcburam, onu edirəm. Amma bir şəkildə ortadan çıxırıq. Ya da dava qırğına çıxırıq. Hətta Bəli, olub. öncədən bir müqavilə bağlayırsınız da Bəli, siz. bəli. Biz o müqaviləni siz sənəd olaraq göstərmirsiniz ki, mən bax siz hər şeydə razılıq vermisiniz, bu sizin istəklərinizdir, mən buna uyğun sizə Nə dekorasiya qədər də hazırlam. olsa da, nə qədər də O məsələn həssas bir yaxın bir dönəmdir. zamanda olan bir prosesdən danışım. Bəli. Yay ərəfəsi idi. Açıq havada bir tədbir idi. Nişan mərasimi idi. Xanımın istədiyi bizdən bir bəlli bir dekorasiya idi. Lakin o xanım izah olunurdu ki, yəni bu hava şəraitinə görə, baxın, hava şəraiti biz çünki Azərbaycanda biz deyə 9 iqlim şəraitindədir, amma bu o artıq o deyil. Biz bir anlıq qışı yaşaya bilərik, Bəli. bir anlıq yayı yaşayıb isti havaları görə biləcək bir insanıq. Hər an bizdə külək, yağış, bu kimi şeylər ola bilir və mən onu izah edəndə onu başa düşmürlər. Elə bir proses olur ki, deyirsən ki, bu davamiyyəti ola bilməz. Yəni mən burada bunu durub saxlaya bilməyəcəm. Nə qədər də mən bunu etsəm də, məkan da öz icazəsi vardı, müəyyən şeylərə Bəli. icazə var. Bunu etməyə icazə yoxdur. Yəni bir günlük tədbirə görə məkanı zədələyə bilmərik. Amma şükür Allaha son dövrlərdə elə də çox proseslər olmab, amma müəyyən şeylər olub, force major olanda məni də məyus eləyir, qarşı tərəfi də məyus eləyir. Amma bir ortaq məxrəcə gəlirik. Nəsə sonradan o başa düşür yəqin ki, müştəri ki, geri dönüşləri də olub. Çünki elə müştərilər mənə təkraran problem yaşamışam, amma təkraran mənə geri dönüş olub. Çünki bilib ki, bu proses mənlik deyil. Bu proses force major halları olan bir şeydir. Yəni bunu mən heç bir şey edə bilmərəm. Proseslər elə baş verir ki, bəzən olur da müştərilər də özləri belə nə istədiyini bilmirlər, açıq deyim. Onu məncə hamımız yaşamışıq, hamımıza Yəni o elə bir hissdir ki, doğrudan mənim özüm də müştəri kimi sizə müraciət etsəm, mən də orada həyəcan var da, böyük bir nə bilim təlaş var. Siz bir iş xanımı olaraq o xaosu idarə etməyiniz o böyük bir yəni Əlbəttə ki, nailiyyətdir əslində. çalışıram ki, yəni çox nadir hallarda olur. O artıq mən onu görürəm ki, müştərinin özünün psixologiyasından gələn bir prosesdir, başa düşmək istəmir. Bu tək mənimlə yox, mən həmişə müştərinin yanındakı gətirdiyi valideynmi desəm, həyat yoldaşımı desəm, onları gələn zaman onlarla dialoqlarına diqqət eləyirəm, mən baxıram. Görürəm ki, onlarla da aqressiv danışırsa o xanım və yaxud da bəy, bu bəllidir ki, artıq mənimlə yox, o öz doğması ilə yola gedə bilmirsə, mənimlə çətin yola gedəsin ki, 1 saatlıq, 2 saatlıq tanıdığı və tədbir zamanı da 2 saat ərzində mənimlə mütəmadi olaraq danışacaq, görüşəcək və 24 saat ərzində təbii ki, məni anlamaya bilər, mən də onu anlamaya bilərəm. Məni seçir, əgər mən onu deyirəm ki, məni seçirsinizsə, mənə özünüzə etibar eləyin. Və bir də bir şey izah edirəm ki, mən müştərilərimə, bir şeyin üzərində çox ilişib qalmayın. Rahat olun. Onu sərbəst buraxanda o özü gözəllikləri gətirəcək. Bir şeyi çox üstünə gedəndə o mütləq şəkildə fəlakətə uğrayır. Nəticə etibarilə deyək ki, psixoloji olaraq belə bir şey. Mən biraz psixologiyanı biraz özümdə tənzimləyirəm ki, çünki mən müştərilərlə işləyirəm və onlarla dialoqlarımda bu məni əksimi tapır. Məsəl üçün düz bir yolda uşağa deyilir ki, yıxılacaqsan, uşaq gedir, yıxılır. Fikirləşirsən ki, bu necə? Çünki uşağa süralda bunu yeridilir. Və mən müştəriyə bunu ötürürəm. Deyirəm ki, bir şeyin üzərində pis olacaq şeyi fikirləşməyin. Həmişə olğun fikirləşin, düşüncənizi daha müsbətə yönləndirin ki, bu daha yaxşı olsun. Mən çalışıram onlara canlı bir degustasiya kimi göstərim onlara da nəyisə, materialları falan. İzah olunur da. Yəni bu iş elə bir işdir ki, yəni nar kimi bir formadır. Açırsan içində nə görəcəksən. Mən özümə güvənirəm, işimə güvənirəm, əl qabiliyyətimə güvənirəm.
Amma müştərinin xarakterinə güvənə bilmirəm. Hər an dəyişə biləcək xarakterlər Gözəl olur. ifadədir. Hər an bir xarakteri dəyişə bilər. Yəni o özünü mənə qarşı başqa cür ifadə eləyə bilər, fikirlərini düzgün izah eləyə bilməz. O məndən A istəyə bilər, mən onu amma elə ifadə eləyə bilər ki, B istəyirəm. Mən ona B-ni verə bilərəm. Hətta B-ni yüksək formada verə bilərəm ona. Amma o gəlib deyir ki, mən A istəmişdim. Burada düzgün informasiya, ona görə mən müştərilərimə çox zaman canlı görüşürəm öncədən tədbirlər zamanı, eskizlərdir. Ona məkan daxilində görüşməyimi bildirirəm ki, gəlin məkan daxilində görüşək ki, mən sizə bu eskizin burada necə duracağını biraz xəyal elətdirim. Mən bunu görə bilərəm, çünki dəfələrlə bu işi təkrar edirəm deyə mən artıq onu gözüm yorulub o görməkdən. Artıq canlandıra bilirəm 3D formasında. Amma müştəri onu görə bilmir, çünki Əlbəttə ilk ki, dəfə vizual həyatında olaraq. gördüyü bir şeydir. Onu necə canlı? Ya mən ona eskiz verməliyəm, göstərməliyəm, Peşəkar olaraq, ora bəli. 3D formasını yaratmalıyam, o zala onun bir dekorativ formasını göstərməliyəm və yaxud da xırda bir detalı gətirib ora bir masa quruluşunu düzəltməliyəm ki, onu canlı görsün ki, o artıq müəyyən qədər biraz 90% də olmasa bir 70-80% rahatlıq tapsın özündə ki, 20% artıq sual altında qalır. Onu da bir gün öncədən çalışırıq dekoru quraq ki, o səhəri gün gəlib nəyisə dəyişdirəndə bizim vaxt zamanımız olsun. Bu da çox nadir hallarda olur məndə. Ona görə çox da türklər demişkən takılmıram belə şeylərə. Düz eləyirsiniz. Onu olsa motivasiyadan düşmüş olarsınız. Yenə də Baxın, davam eləmərəm də. Siz danışırsınız, amma keçmişinizlə bağlı fikir bildirəndə o mübarizə aparmışam, çox çətinliklər görmüşəm deyirsiniz. Nədir sizi qorxudan keçmişə baxmaqda? Keçmişimin belə deyim də unutmuram. Amma arxaya da baxmaq istəmirəm. Mən arxaya baxsam orada qalacağam. Çünki mənə görə hər bir xəta, bir səhv, bu yaxınlarda bir filmdə izlədim. Filmdə deyir ki, biraz qısa olacaq türk dilində də deyir, hata yap. Hata yap, birdən yox, 2, 3 kərə səhv ya. Ondan amma səhvlərindən düzlərini çıxart. Səhvlərindən nəticə çıxart. Mən keçmişdə olan səhvlərim olub. Təbii ki, insan daşa, qayaya rast gələ-gələ, dəyə-dəyə, başı daşa dəymək loru dilində belə bir söz var. Dəyə-dəyə bu prosesə gəlib çıxırsan da, bu sferaya gəlib çıxırsan. O səhvlərimə nəticə çıxartmışam. Nə yaxşıdır ki, o səhvlərim olub. Bugünkü gündə mən bəlkə də olmazdım bu yerdə, dözməzdim, səbr etməzdim. Mən çünki bu sferada işləyən bəzi kolleqalarım artıq yoxdular, bitiriblər. Çünki səbirləri, nə dözümləri yoxdur. Yəni maddiyyat olmayanda da bitirirlər. Yəni deyirlər ki, əşi bezdik, yorulduq müştərilərlə. Amma mən keçmişə ona görə baxmıram ki, qabağa gedə bilmərəm, addımlaya bilmərəm, amma unutmuram. Biraz da qorxularım bilirsiniz nədəndir? Sanki o illərə getsəm, o çuxurlar var idi düşdüyüm. Bəli. O çuxurlara sanki yenidən qayıda bilərəm deyə. Ona görə nə o səhvləri təkrar eləmirəm, nə də baxmıram. Danışanda belə səs tonunuz belə, yəni azalır, gözünüzdə bir qəhər hiss eləyirəm. Çünki yaşamışlıqlar var. Çoxdur. Hə. Mən elə olub ki, mən ümumiyyətlə hisslərimi ifadə edə biləcək bir xanımam. Bastıra bilmirəm. Yəni özümdən asılıdır. Yəni həmin anda gözüm dola bilər. Yəni göz yaşlarımı ifadə eləyəcəm, utanım, çəkinim, bu şeylərim yoxdur. Həmin anda deyirlər ki, güclü qadın ağlamamalıdır, gizləndirmə. Xeyr. Biz qadınıqsa bizim hisslərimiz çox güclü formadadır. Hər şeydə biz hiss edirik, ifadə edə bilirik. Qadınların zaten beyin kürəsi 4də 1 hissəsi işləmir. Eyni anda 4-ü də işləyir deyə. Hisslərimiz anda ağladığımız yerdə gülə bilərik. Güldüyümüz yerdə yəni qışqırıb bağıra da bilirik və hər an bir romantik bir abu-hava alıb pişikləşmə də ola bilər bizdə də. Yəni o formada da yarada bilirik. Yəni mən bəli, o yaşadıqlarım vardı ya, yaşamışlarım vardı ya. Ona görə orada o kədər hissi boğur. Öyle olub ki, müştərinin qarşısında ağlamışam. Özümü boğa bilməmişəm, səbrimi boğa bilməmişəm. Dava eləmişəm. Bu da məncə yaşımın gənc yaşlarından düşdüyünə görədir. İnsanda olğunlaşmaq deyilən bir şey var. İnsan ya həyatında vacib olan bir insanlara, dəyər verdiyi insanları itirəndə başa düşür. Tək qalanda başa düşür.
və bəlli bir yaşdan sonra artıq bilirsən ki, heç kim sənin köməyinə gəlib çatmayacaq Allahdan başqa. Düzdür. Özünə güvənməlisən. Düzdür. Yəqin ki, ondan sonra mən keçmiş kədərlərimi zadımı yada salmaq istəmirəm. Zaten negativliklərdən çox uzaq olan bir insanam. Həmişə pozitivliyə davranıram. Mən deyirəm 2 dəqiqə bundan əvvəl sən əsəb içində idin, qışqırırdın bağırırdın, indi gülürsən, ağzın qulaqlarımın dibində. Bu nətər olan şeydir. Sən yəqin onda artistlik edirdin. Deyirəm yox, mən sadəcə hisslərimi, emosiyalarımı biruzə verən insanam və onları yaşayıram. Ona görə yəqin belədir. Sizin rəqibləriniz var. Bu sahədə çalışan çox insanlar var. Amma mən özüm də şahid olmuşam ki, komanda olaraq 2 nəfər çalışır, amma Gülüm elə bir iş təqdim eləyir ki, sanki onun arxa planda bir 10-15 işçisi var. Bəli. Yəni o qaçmağınız, özünüzü, öz işinizi yaxşı təqdim edə bilmək, o işi götürə bilmək, onun üçün danışıqlar, nə bilim, o qədər belə fərqli bir xanım olaraq oradakı o hərəkətliyiniz, o mübarizənizin şəxsən mən şahidi olmuşam. Bu gün qarşımda əyləşən Gülümü fərqli görürəm. Həqiqətən də daha olğun, daha dəyişmiş və daha peşəkar, bəlkə də o sözümün çəp gəldiyi müştərilərlə bəlkə də indiki ağlınız, indiki düşüncəniz, indiki duruşunuz olsaydı, onların heç birini etməzdiniz, mən buna əminəm. Düzdür. Mən buna əminəm. Bəzən deyirəm ki, çox böyük səhvlər eləmişəm, yəqin ki, onlardan. Amma olur, tək Amma idi, sonra siz dedim necə ki, bacara bəzən də bilərdiniz deyirəm ki, yaxşı da eləmişəm ki, mənim üçün təcrübə oldu da. bu cəmiyyətimizdə güclü qadın olmaq çətindirmi? Gülüm güclü qadındırmı? İlk öncə bunu deyim ki, bəli, son zamanlarda dövrümüzdə sosial şəbəkələrin də çox artımından nəzərən götürsə biz baxırıq eləyirik. Qadınlar daha çox mübarizə aparır, daha çox bir də biraz yarış deyilən bir şey var. Mən bundan daha çox iş görüm, daha çox özümü təbliğ edim, daha çox nələrimdənsə özümü sübut eləyim. Bu kimi şeylərlə mübarizə aparırlar. Bəzən daha yaxşı yerə gedənlər o, bəzən də bilmirlər özlərini göstərməklə uçurumada gedirlər və güclü qadın kimi göstərirlər. Mən özümə güclü qadın məncə deməzdim. Necə? Mən ilk öncə hamıya, bütün qadınlarımıza xoşbəxtlik arzuluram. Xoşbəxt olmağı seçsinlər. Çünki ən birinci vacib olan qadının incədir, zərifdir. O xoşbəxt olmağa layiqdir, gözəlliyə layiqdir. Güclü qadın isə odur ki, bu istənilən dövrdə qıraqdan mütləq şəkildə müdaxilələr olur insanların həyatına. Sən nə qədər düzgün yolunda getsən də, nə qədər təqdim etsən də, yenə də qıraq kənarda müdaxilələr olur. O müdaxilələrin qarşısında bəli güclü olmalısan. Və bu zamanədə güclü qadın olmaq çox çətindir. Güclü qadın dedikdə də, yəni qadın məğlub olmamalıdır, öz üzərində çalışmalıdır, özünü sevməlidir, ağıllıdırsa və düzgün yoldadırsa, məncə heç bir şey ona ziyan verə bilməz də onlara. Gülüm xanım, 10 ildir ki bu sahədəsiz. Bax bu illər ərzində Gülüm nələri qurban verib? Nələri qurban verib deyim. İlk öncə məncə qismət taleh deyilən bir şey var. Allahın alın yazısıdır. Amma Allah da belə deyim də şanslar yaradır. O şanslar da ki, ondan düzgün bacarmalısan. Məncə o bayaq dedimi, 30 yaşdan sonra insanın düşüncəsi bir başqa olur. Mən qurban verdiyim özümdə yəqin ki, ailədir. Mən subay bir xanımam, ailə qurmamışam. Yəni bunun da belə deyim də həsrətində deyiləm, açıq deyim. Heç vaxt da olmamışam, yəni. Amma təbii ki, ailə istəyirəm. Övlad insan üçün çox gözəldir. Əgər düzgün fikirdəsənsə, amin, çox sənə. Belə deyim də, məncə bir onu qurban vermişəm. Yəqin ki, hələ də gec deyil, düzdür. Zaman o bizdə deyirlər də yaş məsələsi var. Daha yaş getdikcə daha seçici olursan. Seçici olursan, hər şey bəyənmirsən, nazla, qəmzə ilə oynamaq kimi fikir. Deyirəm, kimsə nazla oynamaqdansa özümlə oynayım, daha yaxşı. Özümə baxım, özümə kremlər çəkib, maska eləyim. Bunu da təbii ki, valideynlər ancaq qıraqda müdaxilə edir, xalalar, bibilər, qohumlar ki, get, yoxsa başqalarının heç kimi vecinə deyil də bizdə. Bir o qurban vermişim, bir də əsəblərimi cılovlaya bilməyəndə onları qurban vermişəm. Bugün əsəb qazanmışamsa, yalnız işmək olur. Başqa belə, yəni qurban verdiyim zamanım. Amma yaxşıdır ki, vermişəm.
Nə yaxşı da ki vermişəm. Yoxsa bu gün mən olmazdım. Yenə deyirəm, mən çox sevirəm mən sözünü deməyi. O mahnı var edir. Mən. O kimi sevirəm. Mən sevirəm o sözü deyil. Amma nəysə də qurban vermişəmsə yaxşı eləmişəm, vermişəm. İfadəmi kobud səsləndirsən dedi. Əcəb elə vermişəm. Niyə də yox? Niyə də yox? Zato bugünkü gündə mən özüm üçün yaşayıram. Özümün istədiklərimi əldə edə bilirəm. Rahatam, beynim dincdir. Kimisə dırdırını çəkmirəm. Narahat olmursunuz, belə ifadələr işlədirsiniz. Elçi gəlməyəcək sizə Gülüm xanım. Məncə bu sözlərdən sonra necə olacaq? Hər kəs olduğu kimi qəbul olursa, hər şey gözəl olar. Maskalanmağa ehtiyac yoxdur. Mən yəni yalandan deyə bilmərəm də. Allah sizi xoşbəxt Bəlkə də ona görə dik burunluğuma görə o deyirlər, başım dik kimi deyil, yox, başqa şey də dik burun olub belə havalarda olmağıma görə bəlkə də alınmır. İnşallah ki olar. Allah Taala heç kəsi, heç bir bəndəsini tək yaratmayıb. Düzdür. Allah xeyirlisini nəsib eləsin. Ən əsası odur. Gülüm xanım, iş həyatınızda yanlışları və doğruları sadalayardınız, zəhmət olmasa. Ailədən gələn, şəxsi həyatınızdan olan məsələləri işə yansıtmamaqdır. Xasiyyətinizi, daxili xasiyyətinizin hamısını, %100-ünü işdə göstərməməlisən. Səmimiyyəti ilk öncə bundan başlamaq lazımdır ki, yoxsa səhv olacaq. İşçi müdir arası belə bir mövzu var. Bəli. Orada sərhəd qoyulmalıdır. Öz sərhədlərimizdən də əlavə işçi sərhədləri. Əgər işçi ilə səmimiyyət, bizdə var da bu xanımlarda, bəylərdə səmimiyyət, canım, cicim belə söhbətlər eləyirik. Sonra görürük ki, bəlli bir zamandan sonra görürük ki, bu düzgün deyilmiş. İlk öncə sən işçi ilə müdir arasında bir sərhəd qoymalısan. O sərhədi qoydunsa, ilk bir növrən oradan başlayır. Birinci budur, təməli budur. Sən artıq o səni qəbul eləyəcək ki, sən müdirsən. Sən bu işin sahibkarısan və o sənin səlahiyyətin altında iş verdiyin və işini icra eləyə biləcək işçidir. Bu olmalıdır. Dostluqdur, səmimiyyət təbii ki olmalıdır, qəddarlıq da olmamalıdır. Çünki elə bir işdə işləyirəm ki, mənim qəddarlığa önəm verməməliyəm. Səmimiyyət o. Amma müəyyən bu işdə, bu sferanı seçən hər bir gələcək kollega yoldaşlarıma da demək istəyirəm ki, ilk öncə şəxsi həyatınızı işə aşılamayın. Bu bir. İkinci, böyük bir büdcə ilə bu işə mütləq şəkildə başlayıb səhvlər etməyin. Öncə baxmalıdırlar ki, bu işdə özümü doğrulda bilirəmmi? Mən yenə deyirəm, az öncələrə qayıdıram. 5 il bundan deyirəm, insan ya 3 il ya da 5 ildən sonra artıq bilir ki, bu işdə var yoxsa yox. O müddət ərzində böyük bir məbləğdə insanlar var, əlində bir atadan var, gəlir, qaynaqlanır, həyat yoldaşını, adətən bu işi quranlar da biraz daha çox ailə qurandan sonra həyat yoldaşının dəstəyi ilə başlayırlar ya öz dəstəklərini. Böyük bir məbləğlə başlasalar səhv edirlər. Sıfırdan başlamaq kimi olanda onun qədri də bilinəcək və bu işdə var olduqlarını bilməlidirlər, yoxsa səhv edirlər. Doğru olan isə bu işdə özünü birinci sferada ilk dəfə mən müdirəm sözünün altında ifadə etməməlidirlər. Birinci çalışsınlar, kimisə səlahiyyəti altında çalışsınlar. Bu əzilmək deyil. Təcrübə yığmaq baxımından. Bu əzilmək deyil. Mən kimisə işçisiyəmsə mən əziləm. Xeyr. Daşıntı, söküntü olandı deyə bizim işlərimizdə onda əzilmək kimi bir psixologiya yaranır insanda ki, mən işçiyəm, daşıdım, söküntü elədimsə, bu mənim qardaşımda görmüşəm ona görə. Ona görə mənim yanımda daha artıq çalışmırsınız. Yox, o öz ixtisası üzrə çalışır. Yaxşı da ki, düz edir. Yəni çünki özünü orada artıq tapıb. Çünki sevdiyi işdə tapdı özünü. Biraz marketinqi də öyrənməlidir. Çünki bu iş nə qədər incə xəttlərlə gedilsə də, zövq və bacarıq olunsa da, marketinq olmalıdır. Çünki bu işin ilk başında birinci müştəriyə işini təbliğ etmək, satış bağlama, müştəri ilə danışıq qabiliyyəti bunlar mütləqdir. Bunlar yoxdursa çox səhv edəcəklər. Mən düşünürəm ki, səhvlər və düzləri ayırd etmək üçün birinci özündə təcrübə toplamalıdır və xasiyyət. Bu çox önəmlidir. Çünki mən özümdə bunları etmişəm, doğru və yanlışı o görmüşəm də. Bəli. Ona görə deyərəm. Bir də belə deyim də sizə, ətraf mühit çox önəmlidir insana. Hamıya deyirlər bir-birinə güvənmə. Xeyr.
güvənməlisən. Güvəni seçməlisən. Güvəni seçməsən, güvən olmasa, məncə sən bacarmarsan. Güvənməlisən ki, xəta da olanda, güvənsizlik də baş verəndə ümidini itirməyəsən, ondan nəticə çıxardasan. Allahın mənə, onun mənim həyatımda bir missiyası var idi. O missiyanı yekunlaşdırdı və öz yoluna getdi. Ya o mənə düzdür, ya o mənə doğrudur, ya o mənə səhvdir. Bir mənə nə isə izah elədi. Yaxşını, pisi başa saldı. Çünki cəmiyyətdə həmişə yaxşı olmaq kimi bir şey yoxdur. Yaxşı olmalıyam, yaxşı göstərməliyəm özümü. Səhv də ola bilərəm, problemlər də ola bilər. Bunun altından çıxmaq, bacarmaq lazımdır. Ona görə də ətraf mühit də insana bunudur. Amma çalışıb da özünü uçuruma aparmam. Yəni görürsənsə bu səni uçuruma aparırsa, bir dəfə şans verə bilərsən ki, bəlkə düzələr, bəlkə düzgün hələ biz dialoq qurmamışıq onunla deyə uyğunlaşa bilmir. Amma ikinci dəfə o şey yaranırsa, deməli problem insanın özündədir. Özünə o səhvi verib və artıq oradan keçirməlidir. Üçüncü, dördüncü artıq o bataqlıqdır. Bataqlıq olmasın deyə və sən səhvlər etməyəsən deyə ətraf mühitin amma gözəli olanda sən qalxırsan, işdən dünyaya gəlir, tanışlıq da elə baş verir, sən özünü göstərə bilirsən, sənin səmimiyyətinə, mədəniyyətinə, işini göstərməyinə də nə qədər gözəl iş təbliğ edə bilərəm. İnsaniyyətim olmasa, o iş kölgədə qalır. Xarakter durur. Özünü göstərmə, özünün bir fiziyini göstərmək çox önəmlidir. Və ətraf insanın olmağı, yaxşı insanın, müştəri kütləndə çox olur, işin də gözəl olur. Özünü də göstərə bilirsən. Siz işçilərinizi seçərkən, məsələn, işçinin zövqlü olmağına, onun fantaziyası, bəlkə də hansısa bir fikri, tamam da bu işi idarə edən sahibkar sizsiz, əsas təsisçi sizsiz. Amma bəzən işçi elə bir fikir deyə bilər ki, siz heç olmasam ağlınıza gəlməyib. Təbii. Siz işçini seçəndə hansı kriteriyalara fikir verirsiniz, meyarlara fikir verirsiniz? Mən belə deyim, bugünkü gündə işlədiyim komanda üzvləri artıq məndən demək olar ki, bir fəaliyyətə başladığım gündəndir mənim yanımdadır. 4-5-i elədir, 4-5 nəfər tam elədir. Bəli. Zövqləri vacibdir və işi sevməlidirlər. Mənim qədər işi sevməlidirlər. Təbii ki, işləyən insan hər kəsin bir psixologiyası var, maddiyyat. Bəli. Bu işdə mənə maddiyyat varsa, mən işləyəcəm. Yoxdursa, amma zövq olmalıdır. Çünki bəzən elə olur ki, mənim bir gündə 3-4 dənə tədbirim olur və yeni bir tədbirimdə bir psixologiyam artıq yorulur da, mənim zehni yorğunluğum olur, fiziki yorğunluğumdan da əlavə zehni hər an bir müdaxilə olmalıdır. İşçi mən deməli ki, bəlkə bunu belə eləyək. Bizim A planımız artıq yoxdur da, beynlə hərəkət eləyək. O əlbəttə ki, o olmalıdır ki, zövqü və bacarığı və düşüncəsi olmalıdır ki, o mənə dəstək olmalıdır. Yoxsa ancaq mən ona desəm, o onu etsə, bizdə alınmaz. Yəni, çünki qarşı tərəf, işçi də sənin qədər olmalıdır. İşçi də sabah bir gün özün bir şirkətin yaratmaq üçün o zövqdən alınır. Mən də çalışıram ki, zövq və bacarığı əldə edən insanlarla işləyim ki, mənə də rahat olsun. Mən olmadığım, düzdür, təbii bütün işlərimin üzərində mən oluram, ən xırda işdə belə. Amma olmadığım günlərdə, ola bilər də həyatdır, insan sağlamlığıyla bağlı nəsə problem ola bilər, ya həmən günü gedə bilməz, çatdıra bilməyəndə, bir tədbirə 4 yerə bölünmə bilməyəndə, bir səni əməkdaşın idarə eləyəndə, səni zövqü ilə də idarə eləsin, o haldan çıxarda da bilsin səni. Yəni, o bilsin ki, o stolun üstünə qoyulan aksessuar nə üçün qoyulubdur, hansı istiqamətdə qoyulanda o daha gözəl görsənəcək. Ona görə zövq mütləqdir. Gülüm xanım, baxın sizin işiniz elədir ki, hətta o dekor yığılan vaxtı sifarişçi, müştəri həmən məkana daxil ola bilər və belə deyim də, mən bunu nəyə görə bu sualı verirəm? Yeni başlayan xanım sahibkarlar olsun, fərqi yoxdur, bəy sahibkar olsun. Gənclərimiz üçün bir istiqamət olaraq soruşuram ki, bax, müştərilərlə sizin işçilərinizin yəni kontaktı. Yəni o belə bir hal yaşanırmı ki, onlar nömrə verirlər, sizdən sonra daha uyğun qiymətə dekor təklif eləyə bilərlər. Yəni bunun qarşısını necə alırsınız? Ümumiyyətlə sizdə də çox çətindir bunu qoruyub saxlaya bilmək. Neyinirsiniz o anda? Belə bir söz deyim, deyir, ruzunu verən Allahdır. Təbii, amma o demək deyil, elə ruzunu verən Allahdır deyib, mən elə göz yumum, mən işçinin şeyləri bir də görüm ki, mamam demişkən, deyir ki, şeydə əyəxyalın qalacaqsan. Mən şeydə ki, əlimin sirrini vermə. Bəzən deyirlər ki, kurs aç,
Mən inanırsınız ki, elə yenə deyirəm, bu yaxınlarda yaşamışam. Bir Bəli. sözü gedən bir məkandır, çox gözəl bir məkandır. Gənclərin demək olar əksəriyyətinin 90% orada tədbirlərini edirlər. Ad günü, nişan və yaxud və s. daha çox ad günlər. Məkanın bir nümayəndəsi yaxınlaşdı mənə ki, bu işi mən də insani keyfiyyətlərimi irəli sürə öyrətdim. Məkanın da işlərini daha çox mən görürdüm də. Demək olar ki, həftənin 3 dəfəsi oradaydım. Bir ay oldum, bir ay, 2 ay görürəm ora getmirəm. Xəbər yoxdur. Xəbər yoxdur. Bir gün ayıldım ki, bəs həmən adam məndən soruşur, elə birinci elə mən şahmat kimi məni vurub. Yəni o qədər olub ki, nömrə veriblər, eləyiblər də. Öz yaxın bildiyim rəfiqəm belə olub ki, ona eləyibdi. Atdan gelib məndən ucuz şəkilləri gəlib çəkib, sonra gelib ucuz deyibdi. Gəlib şəffaf şəkildə desə, başımın gözümün üstündə yeri var. Skladımın da qapısını açıq qoyaram. Ambarda belə deyim də. Açıq qoyaram. Deyirəm, təmənnası götür əşyaları, işlət, özünə həyat. Sonra qazanarsan, işləyərsən, yaxşı qazanarsan, gedərsən özünə alarsan əşyaları. Yenə deyirəm, sıfırdan başlamaq üçün mütləq də böyük bir məbləğlə başlayasan ki, qoyun pul sonra da işləməsin, Bəli. satım təzədən. Zəng edim ki, bunları satıram. Almaq istəmirsən, olub da başıma gəlibdi nə qədər adam. Arxada etmək o düzgünlük deyil və onunki axıra qədər getməyəcək. Bir yerdə ilişəcək onsuz da. Olubdu, çalışmışam da onlardan uzaqlaşmışam. O təmizlik işləri görmək Bəli. lazımdır da. Oturursan deyirsən kontaktda bu lazımsızdır, silirsən telefon kitabçandan, eyni də həyatından da elə insanları çıxardırsan, o da bir təcrübədir. O zaman gənclərimiz nəyə daha çox diqqət etsin? İşə başlayarkən. İşə başlayanda Özlərinə rəqib yetişdirməsinlər də yanlarında. yox, yetişdirsinlər. Sadəcə siz necədir? Düzgün insanı seçmək çətin məsələdir. Yəni mən bunu seçim, bu düzgündür. Hə, baxırsınız bir müddət qucaqlayırsan, görsən o deyil. Alınmadı. Yox, ona görə yox. Yəni istiqamətləndirməni deyib mən belə pis eləmək istəmirəm ki, özlərini yetişdirsinlər. Çünki mən bugünkü gündə də yetişdirdiyim komandam var. Rahat şəkildə deyim ki, gedin özünüzə istəyirsiniz, əlavədən ekstra iş götürün, işləyin. Gəlin skladdan da nə istəyirsiniz, mal götürün, aparın, işləyin. Yox, eləsinlər. Sadəcə diqqət yetirsinlər. Diqqətçil olmaq lazımdır. Aya çaya baxmasınlar. Diqqət eləsinlər. Çünki iş qururlarsa işə diqqət eləməlisən. İş qurmaya müflis olacaqsan. Müştəri ilə məncə birbaşa özləri kontakt olmalıdır. Özdə kontakt olmalıdır. Hə, Nəzarət. çünki birbaşa çalışasan ki, yəni mənim ona görə köməkçim yoxdur. İşini heç kimə həvalə etməməlisən. Sağ ayağını, sol ayağına etibar edəndə də diqqətlə etməlisən ki, birdən sağ o tərəfə gedəndə sol bu tərəfə gedir axı. Diqqət eləməlisən. Bir-birinə uyğunlaşmaq üçün ən ilk öncə etibar etməlisən, amma diqqətli olmalısan. Nəzarət altında olmalıdır. Müəyyən şeylərə etibar eləməlisən də, güvənməyi seçməlisən. İllərlə çalışdığın insanlara güvənməlisən. Amma özündə o şeyi, balansı qorumalısan ki, çox da dərinə getməsinlər. Gülüm xanım, gələcəkdə özünüzü harda görürsünüz? Facebookda bugün mənim qarşıma çıxan status var. 2017-də yazmışam. İnşallah 10 ildən sonra mən özümü güclü qadın və ana kimi görərəm. Amma İndi mənə bu sualı gələcəkdə harda görsəm, əvvəl 10 sual demişəm sözümü, arzulamışamsa, yəqin ki, mən zirvədə görmək istəyirəm özümü. Çox hörmət elədim, çox istədiyim bir xanım var. Elə qarşımda oturub o xanım. Deməyin. Mənə demişdi ki, elə belə mən 40 yaşımda mən 1 milyon pulum olub və pensiyaya çıxan xanım olacağam. Mən də indi deyə bilərəm ki, onda ləzzət eləmişdi o söz mənə ki, ay necə gözəldir. Mən də demişdim, görüm mən də o 1 milyon qazana biləcəm. Mən də deyərəm ki, hə. Amma yox, mən 50 yaşımda da olsa bu işdə çalışmaq istəyirəm. İnsanın ruhu cavan qalır. Yəni mənim onda 4 ayım qalıb ki, mənim 40 yaşım tamam olsun və mən o 1 milyonu qazanım, pensiyaya çıxacağam. Sağ verirəm. Və sizin 1 milyonunuz var. Mənim 1 milyonum yoxdur, amma 4 ay hər günün bir hökmü var. Məncə sizin var 1 milyonunuz. Bilirsiniz necə? Xəssiyyətiniz 1 milyondur. Özünüz 1 milyondur. 1 milyondan da çoxsuz. Həqiqətən minnətdaram. Dəyəriniz odur. Çox sağ olun. Ondan da artıq da. Mən deyərəm, artıq qazanmısınız o 1 milyonu. Sərt deyil ki, kağız olsun. Düz. Hörmət də 1 milyondur.
insaniyyət də, keyfiyyət də o 1 milyonu qazanmısınız artıq. Çox sağ olun. Məncə o Qarşılıqlıdır Çox sağ ol, bir-birimizə olan Elçin. hörmətimiz, münasibətimiz. Gülüm xanım, olduğum yerdə yəqin ki, yenə də deyirəm zirvə. zirvə. Tacımı Allah nəsib taxıb eyləsin. oturacağam. Yenə gördüm tacınızı bu arada. Tacınızı taxmışdınız, şamınızı üfürdünüz. Uzun ömürlü olsun Çox sizin sağ ol, Elçin, şirkətiniz. çox sağ ol, Əminəm çox ki, böyük işlər görəcəksiniz. Mən sizə arzu edirəm ki, kollektivinizdə, komandanızda ən az 100 işçiniz olsun və İnşallah. siz bir rəhbər şəxsi olaraq onları düzgün şəkildə idarə edən və hər kəsin verilişinə, nə bilim, seminarlarına dəvət etmək istədiyi, arzuladığı bir Gülüm xanım olasınız. İnşallah. Bax Çox bu sağ ol. belə və Aha. mən sizə təşəkkür edirəm öncəliklə gəldiyiniz üçün və belə maraqlı və səmimi etiraflarınız, söhbətləriniz üçün. Sonda bir sualım var sizə. Gülüm xanımın uğur kodeksi nədir? Uğur kodum düzgünlük, dürüstlük və işini sevən, işinin davamiyyəti üçün mübarizə aparan və müştəri belə deyim də, müştəri bazası olan üçün şükür edən bir xanım. Nə gözəl. Hə, şükürlərini bol edən bir xanım. Hər daima yaxşı da, pisə də şükür edən. Məncə şükür. Kodum budur ilk öncə. Daha sonrası işimə olan sevgim və maraq dairəm. Nə yaxşı ki budur. Sevgi olmasa, istək olmasa, məncə heç bir şey almasıdır. Bir şeydə sevgi varsa, biz yemək bişiririk, sevgimizi qatdıq, onda dadlı olur. Eynən. Bir nə bilim yol qət edirik, onu gözəl aura ilə gedəndə o gözəl yol olur. Qarşımıza gözəl şeylər çıxır. Balaca bir yoldan keçən ilan olan süründən də belə bizə maraqlı gəlir. Çünki sevgi ilə getmişik o yola. Düzdür. Ona görə də məncə sevgi, qayğı, diqqət. Bu şeylər olsa, işini sevin olsa, məncə hər şey yaxşı olur. Uğur kodum sevgi. Belə deyim. Çox gözəl. Bizim verilişlə bağlı təəssüratlarınızı eşitmək istəyirəm. Təəssüratlarım çox əla. Heç bir həyəcan keçirtmədim. Və mənə çox xoş təsir bağışladı. Həm də qarşımdakı tanıdığım güclü bir qadını elə özü ilə söhbət etməyim daha da gözəl oldu. Yolunuzda işıq yolunuz aydınlıq olsun. Çox sağ olun. Xoş olsun sizə. Hər gələn qonaq sizdə üzünüzdə təbəssüm yaradılsın. Gələn qonaqlar da eyni zamanda xoş təsir bağışladı mənə. Mən inanıram da ki, bu uğur yoldan da çox gözəl səslər də çıxacaq məncə. İnşallah. İnşallah. Təşəkkür edirəm birdən. İnşallah arzu edirəm ki, bir çox kanallarda artıq sizin yayımlarınız getsin. Bir çox kanallarda səsiniz ucalardan gəlsin. Bu verilişin lazımı titullarını alasınız. Təşəkkür edirəm. Öz tacınızı Artıq qoyarsınız. ikinci qonaqsınız bu sözü deyirsiniz mənə. Hə, öz tacınızı da taxasınız belə. Daha da bu verilişə görə də tac taxasınız. Niyə də yox? Əsas odur ki, bəyəndiniz. Buradan sevgi ilə sizi yola salırıq. Çox sağ olun Təşəkkür gəldiyiniz edirəm. üçün. Yəni enerjiniz, gözəl enerjiniz üçün, bax güclü qadın obrazını gözəl bir şəkildə ifadə etdiyiniz üçün sizə dərin təşəkkür edirəm. Çox sağ olun. Təşəkkür edirəm. Minnətdaram. Var Çox olun. sağ olun. Çox sağ olun. Bax belə, bugünkü verilişimiz də sona çatdı. Mən söhbətimizdən zövq aldım. Güman edirəm ki, sizə də xoş enerji ötürə bildik. Və son olaraq xatırladım ki, verilişimizin baş sponsoru Cibaru platformasıdır. Gələn görüşlərə qədər. Bunu xəyal edən sahibkarların xəyallarını gibaru.com-la gerçəkləşdiririk. Satın alma, auksion, endirim və kampanyalar, vakansiyalar və bank xidmətləri artıq bir platformada. Dünyada analoqu olmayan bu platformanı həm internet saytı, həm də mobil tətbiq olaraq istifadə edə bilərsiniz. Biz sağlam əlaqələr inşa edirik.